Ermənistanda qeyd etdiyimiz kimi gələn il parlament seçkiləridir və siyasi bir gərginlik olacaq. Rusiya Paşinyanın siyasətindən çox da məmnun deyil. Yəni Rusiya istəyir ki, Ermənistanda hakimiyyət dəyişikliyi olsun. Əvvəlki kimi Rusiyanın bütün sözlərini, tapşırıqlarını yerinə yetirən bir hakimiyyət olsun Ermənistanda. Sözü ki, Paşinyan da Avropadan, öz həvadarlarından dəstək alır. Növbəti dəfə Ermənistanda hakimiyyətini uzatmaq istəyir. Burada təkcə, baxın, bəzi adamlar uzaqlaşdırılacaq burada. Yəni bu Paşinyanın ortalığa qoyduğu siyasət. Və Paşinyan hakimiyyətə gələndə çox böyük vədlər vermişdi erməni xalqına. Yəni korrupsiyanın kökünü kəsmək, korrupsioner məmurlardan uzaqlaşmaq, dövlət büdcəsini oğurlayaraq varlananların qarşısını almaq. Yəni əslində xalq bu dəyişikliklərin çoxunun şahidi olmadı və sözsüz ki, xalqın güzəranında da böyük bir dəyişikliklərin nail olacaqla bağlı vədlər verilmişdi. Amma görünür ki, gözləntilərin çoxu həll olunmayıb, bərqərar olmayıb. Ona görə Paşinyan öz komandasında kimlərisə qurban verməlidir. Və bilirsiniz ki, keçən il noyabr ayında, səhvimizdən noyabr ayının 18-də bir gündə 6 naziri istefaya göndərir. O da Daxili İşlər Naziri vardı, Korrupsiya ilə Mübarizə Komitəsinin sədri vardı və digər 6 mühüm vəzifə tutan şəxsi istefaya göndərdi. Və bu da böyük bir müzakirələrə səbəb oldu. Amma Paşinyanın rəqibləri bunların da bir siyasi oyun olduğunu ortalığa qoydular. Çünki qeyd etdiyimiz kimi Paşinyanın vədləri tamamilə yerinə yetirə bilməyib. Müəyyən vədlər, yəni Paşinyanın nüfuzu əvvəlki kimi deyil və növbəti dəfə hakimiyyətdə qalib gəlməsi üçün o kimlərisə öz komandasından qurban verəcək. Və ya qurultay sentyabr ayında keçiriləcək. Artıq yeni idarə heyətində kimlərin qalacağı haqqında məlumatlar var. Yəni tamamilə yenilənmiş bir təşkilatla parlament seçkilərində qalib gəlməsi. Amma Paşinyanın Mülki Müqavilə Partiyasında əsas hansı təbəqələr formalaşır? Bir yeni nəsil var, Avropaya inteqrasiyanın tərəfdarı olan Paşinyanın öz komandası, bir də köhnə Livon Terpetrosyanın komandasından olan məmurlar var və burada demək olar ki, bir komanda daxilində, bir partiya daxilində 2 komanda formalaşır və bunların da daxili bir rəqabəti var. Sözsüz ki, Paşinyan da özünə daha yaxın adamları ətrafında saxlayacaq və burada hətta öz yaxın adamları da belə qurban gedə bilər. Çünki xalqda belə bir rəy yaratmağa çalışacaqlar ki, baş nazir çox gözəldir, çox yaxşı işləyir, onun tapşırıqlarını məmurlar yerinə yetirə bilmirlər, məmurlar ya tapşırıqları düzgün yerinə yetirə bilmirlər. Ona görə də baş nazir bu məmurları cəzalandırır. Yəni Paşinyanın imicini daha yaxşı etmək üçün onun öz komandasından qurbanlar olacaq. Hətta həbs olunanlar da ola bilər. Yəni müəyyən bir səmərəsiz fəaliyyətinə görə və ya korrupsiya əməlinə görə həbs olunanlar da ola bilər ki, bu Paşinyanın növbəti dəfə imici yüksəlsin və 2026-cı il parlament seçkilərində qalib gələ bilsin.